Hər vaxtınız xeyirli olsun. Əvvəli olaraq bu günləri bütün videoları çəkmək istirdim. Video material hər əlimdə olsun, həm də soruşan olanda bir ata bilim. Yəni bu günləri bu saat dəyişməyidir, proqram yazmağıdır, filan beşməkan onları göstərmək istəyirəm. Maşını xodlamaqdır. Gəlin birinci maşını asan şeylərdən başlayaq. Misal üçün dayankada dayanmışsınız. Qarlı havada, soyuq havada motoru xodlamaq istəyirsiniz. Yəni bildiyiniz kimi də maşında zərətka olanda o maşın xodlanmır. Yəni ki işə düşmür. Daha nə qədər sən burada topluva rejimini seçsən belə, yəni motor rejimini. Yəni də bax mən bu dəqiqə xodlamışam maşını, motor xodlamır. Onun üçün bu maşının üstünə dayanmadan bir nə bilim, onun bir sayını hələ tuta bilməmişəm. Bir dənə bilirəm ki, bu yazı çıxana kimi basmaq lazımdır. Bunu basanda motor avtomatik olarak işe düşür ve bir balaca zaretka yıkmaya başlayır maşın. Yani maşını xoda salandan sonra ise bu avtomatik olarak gelir. Bu birinci mesele. Bunu söndürdük. İndi ikinci meseleye gelip çataq. İndi bu knopkaya bakmayın. Maşını misal için bas söndürüp yandırandan sonra o gelir. Gördünüz? Yoktur da. Maşını tezdən xodlayıram. İkinci məsələ maşın gedə-gedə zərətka yığmağı. Yəni misal üçün mənim 79% var və mən istəyirəm ki, maşın gedə-gedə mənim faizim də olsun. Yəni 80 olsun, nə bilim 20% var, 50 olsun. Onun üçün əvvəli olaraq buradan motor rejimini seçirik və bu ekonom, komfort, sport rejimlərdir. Məsəl üçün komfortda sürürəm mən. Daha sonra menüdən bax bu göy işarəni seçirik. Göy işarədə birinci vkladkada burada bu bozlaq həmişə 25-də olacaq sizdə. Onda heç nə vermir. Misal üçün mən 80-də qoyuram və bunu saxlanit edirəm. Bu saxlanit knopkasıdır. Göy rəngdə olmalıdır. Və все. Mən hərəkətə başladığım zaman benzin sərfiyyatı daha çox olacaq. Amma yəni benzin sərfiyyatı çox olmağına baxmayaraq maşın zərətka ilə həm tokdan gələcək, həm də ki zərətka yığacaq. Yəni motor çox işləyəcək. Üçüncü bir şey də göstərmək istəyirəm. Misal üçün belə bir situasiya dayanmısınız hansısa parkingdə və sizin az dərəcə faiziniz var və istəyirsiniz ki maşını bir balaca tokunu çoxaldasınız. İndi olur məndə də. Məsəl üçün maşını update eləmək istəyirəm, amma stansiyam yoxdur. Mənə zərətka lazımdır. Onun üçün nə edirik? Daxil oluruq burada yenə həminki yerə. Burada üçüncü vkladkanı giririk və burada ikinciyə daxil oluruq. Bu ikinci. Daha sonra isə buradan pause noktadan siz neçə faizə qədər qaldırmaq istəyirsiniz. Misal üçün məndə olsun 85, məndə çünki indi 79'dur. Bu da onun kodudur. Yəni az tempdə doldursun, orta tempdə, yüksək tempdə. Yüksək tempdə olanda motor daha tez sürətli işləyir, daha çox benzin yanır, понятное дело, və daha sonra da onun sərfiyyatı çoxalır. Yəni orta tempdə həmişə qoşuram qızdırmaq üçün. Həm motor qızır, həm də ki zərətka yığırsan. Yəni bunu qoşursan isə avtomatik olaraq motor qoşuldu. Gördüyünüz kimi batareykalara zərətka getməyə başladı. Burada da görsənir. Hələ ki 1 kilovatdır, sonra getdikcə də çoxalacaq. 4-5 kilovata kimi gedir. Daha sonra basıb söndürmə olur. Hələ ki bunlar. İndi o biri videolarda mən o biri şeyləri başlayacağım.